Salam, bugün pərdə arxasına keçirik və hakerlərin dünyasına baş vururuq. Görəsən, onlar şəbəkələrə bizim kimi baxır, hansı alətlərdən istifadə edirlər və hamının danışdığı o məşhur super güc əslində nədir? Gəlin, birlikdə aydınlaşdıraq. Baxın, bu sitat əslində hər şeyi deyir. Hakerlik təkcə klaviaturda sürətlə yazmaq deyil, bu bir düşüncə tərzidir. Yaxşı, bəs bu düşüncə, bu fəlsəfə hardan qaynaqlanır? Gəlin elə işin təməlindən hakerləri hərəkətə gətirən o fəlsəfədən başlayaq. Hakerlik dünyasına girəndə maraqlıdır ki, qarşımıza çıxan ilk şey mürəkkəb kodlar və ya texniki dərsliklər olmur. Yox, əvvəlcə çox güclü bir fəlsəfə ilə üzləşirik və bu fəlsəfə haker sözünün əsl mənasını bizə tamamilə fərqli bir tərəfdən göstərir. Yəni, məsələ sadəcə qapıları qırmaq, parolları tapmaq deyil, əsla. Bu fəlsəfə deyir ki, əsl ağ şləpalı hakerlər, əksinə, rəqəmsal dünyanın müdafiəçiləridir. Onlar sistemləri daha da gücləndirir, məlumatın azad axını üçün çalışırlar. Bu sanki məsələnin o qədər də danışılmayan, daha nəcib tərəfidir. Yaxşı, bəs bu super gücü necə əldə etmək olar? Haradan başlamalı? Bilirsiniz, hər super qəhrəmanın bir başlanğıc hekayəsi var, elə deyilmi? Hakerlər üçün də bu hekayə həmişə eyni nöqtədən başlayır. İnternetin təməlini, onun gizli dilini, yəni bütün sistemin üzərində qurulduğu o rəqəmsal planı öyrənməklə. Baxın, internetə qoşulan istənilən cihazın, fərqi yoxdur, telefon olsun, kompüter olsun, mütləq bir ünvanı olmalıdır. Eyni ilə bizim ev ünvanımız kimi. Amma işin maraqlı tərəfi odur ki, bütün IP ünvanlar eyni deyil və bir haker üçün bu fərqi bilmək həyati əhəmiyyət daşıyır. Deməli, iki növ IP var. Biri var ümumi IP. Bu, sizin bütün dünyaya açıq qlobal internetdəki şəxsiyyət vəsiqəniz kimidir. Bir də var şəxsi IP-lər. Bunlar ancaq sizin evdəki, ofisdəki şəbəkənizin daxilində işləyir. Bəs niyə belə bir sistem qurulub? Çox sadə bir səbəbə görə. Dünyada cəmi 4.3 milyard IPv4 ünvanı var idi və bu rəqəm çoxdan tükənib. Bu sistem demək olar ki, sonsuz sayda cihaza internetə çıxış imkanı verdi. Analoji ilə davam etsək, IP ünvanı məktubu doğru binaya gətirirsə, port həmin binadakı konkret mənzilin nömrəsidir. Yəni, IP məlumatı düz kompüterə çatdırır, port isə deyir ki, bu məlumat web brauzerə getməlidir, bu isə e-mail proqramına. Məhz belə. Hakerin gözü ilə baxanda bu portlar sadəcə rəqəmlər deyil, bunlar potensial giriş qapılarıdır. Hər bir port fərqli bir xidmətə açılır. Biri veb-sayta, digəri e-mailə, başqa biri isə fayl transferinə. Ona görə də bu standart portları əzbər bilmək, bir sistemə baxan kimi onun nə iş gördüyünü və haradan çat verə biləcəyini anlamaq üçün ilk addımdır. Bu prosesi iki nəfərin ilk dəfə görüşməsi kimi təsəvvür edin. Heç kim birbaşa mövzuya keçmir, elədir, əvvəlcə bir salamlaşma olur. Baxın, bu da elə bir şeydir. Birinci kompüter deyir, salam, danışa bilərik? Server cavab verir, əlbəttə, mən də hazıram. Və birinci kompüter təsdiqləyir. Oldu, o zaman əlaqə quruldu. Bu üç mərhələli rəqs baş vermədən aralarında heç bir etibarlı məlumat mübadiləsi ola bilməz. Bu qaydadır. Yaxşı, bu rəqəmsal dünyanın dilini, qaydalarını anladıq. Bəs bir haker bütün bu danışıqlara, bu məlumat axınına necə qulaq asır? Axı bunlar gözünə görünmür. Bütün bu məlumatlar havada görünməz şəkildə uçuşur. Bəs bunu necə görmək olar? Cavab sehr kimi səslənsə də, əslində texnologiyanın özüdür. Hakerlər xüsusi proqramlardan, alətlərdən istifadə edirlər ki, bu görünməyən söhbətləri sanki bir torla tutub bizim anlaya biləcəyimiz formaya salsınlar. Bax, əsl supergüc də budur. Görünməyəni görmək. Və bu işin kralı şübhəsiz ki, Wireshark kimi alətlərdir. Təsəvvür edin, şəbəkəniz bir çaydırsa, Wireshark o çayda oturan və axan hər bir su damcısını, yəni hər bir məlumat paketini tutan bir balıqçıdır. O sadəcə tutmur, həm də hər bir paketi açıb içinə baxır, onu analiz edir. Cihazlar arasında gedən bütün söhbətləri, istifadəçinin hansı əməliyyat sistemindən istifadə etdiyini, hər şeyi A-dan Z-yə qədər görmək mümkün olur. Deməli, əlimizdə nə var? Planı, yəni şəbəkənin necə işlədiyini bilirik. Alətlərimiz də var ki, hər şeyi görə bilirik. İndi gəlin bu ikisini birləşdirib görək, gündəlik həyatda qarşılaşdığımız sistemlərdəki o kiçik çatları, zəiflikləri necə tapmaq olar? Hər halda çoxumuz eşitmişik ki, Wi-Fi şəbəkəsinin adını, yəni o SSD-ni gizlətsək, güya daha təhlükəsiz olar. Elə deyilmi? Məntiqli də səslənir. Görünmürsə, deməli qorunur. Amma gəlin, indicə öyrəndiyimiz bilikləri işə salaq və görək bu təhlükəsizlik illüziyası əslində nə qədər kövrəkdir.
İşin əsli budur. Siz şəbəkənin adını gizlətsəniz də, sizin telefonunuz, notebookunuz həmin şəbəkəni axtaranda ətrafı dayanmadan siqnallar göndərir və deyir ki, mən filan adlı şəbəkəni axtarıram. Wireshark kimi bir alətlə qulaq asan biri isə bu pıçıltını çox rahatlıqla eşidir. Bax, bu klassik bir nümunədir. Protokolun özünü biləndə bu cür təhlükəsizlik tədbirləri heç bir məna kəsb etmir. Bilik həqiqətən də gücdür. Deməli, baxın, hardan hara gəldik. Bir fəlsəfədən başladıq, şəbəkənin texniki əsaslarına baş vurduq, sonra da real bir nümunəyə baxdıq. Bütün bu yol bizi gətirib hakerlik dünyasının ən fundamental prinsipinə, bir növ medalın iki üzünə çıxarır. Məsələ budur ki, bir sistemi sındırmaq üçün lazım olan biliklə, həmin sistemi qorumaq üçün lazım olan bilik tamamilə eynidir. Yəni, bir qalanın divarlarını necə yıxacağını bilmirsənsə, o divarları necə möhkəmləndirəcəyini də bilə bilməzsən. Hücum və müdafiə əslində eyni biliyin iki fərqli tətbiqidir. Və bu da bizi lap əvvələ, o super güc və məsuliyyət məsələsinə qaytarır. Görürsünüz, istifadə olunan alətlər, Wireshark, digərləri, hamısı eynidir. Həm hücum edənin əlində, həm də müdafiə edənin. Yeganə, amma həlledici fərq niyyətdir. Bəs siz bu güclə hansı tərəfdə olardınız? Bu haqda düşünməyə dəyər. İzlədiyiniz üçün çox sağ olun.